Mən Əli Kərimin evində axtarış aparanlarla əlaqəli DTX-ın adamları ilə danışdım. Onlar axtarış aparan zaman şoka düşüblər. Dövlət Təhlükəsizlik Xidmətində işləyən dostumuz deyir ki, bizə tapşırıq verdilər ki, gedin Ramizin məktubunu qoyun Əli Kərimlinin evinə, onun sürməsinə qoyun məktubu. Biz də getdik evə, digər əməkdaşlarımız Əli Kərimlini sorğu-sual edib başını qatırdı. Biz də axtarış adı altında evi axtarırdıq. Yalandan ki, Ramizin adından düzəltdiyimiz yalan məktubu sürməyə qoyub, sonradan məktubu aktarlaşdırıb Əli Kərimlinin Ramiz Mehdiyevlə əlaqəsi olduğunu açıqlayacaqdıq və o açıqlandı. Məktubu Əli Kərimlinin sürməsinə qoyarkən nə görsək yaxşıdır? Mehriban Əliyevanın məktubu. Məktub 2006-cı ilə aid idi. 2006-cı ildə Əli Kərimliyə Mehriban Əliyeva tərəfindən yazılan məktubu gördük və rəhbərliyə məruzə etdik. Aləm qarışdı bir-birinə. Sən demə, Mehriban Əliyeva Əli Kərimli ilə yaxın münasibət qurmağa çalışıb. Daha demirəm ki, eşq mənasında, daha demirəm ki, dəstək mənasında, Əliyə mi dəstək verəcəkdi, Əlidən mi dəstək alacaqdı prezident olsun deyə. Hər nəysə. Sadəcə müəyyən etik qaydalar olmaz deyə Əli Kərimli bu mövzuya heç vaxt toxunmayıbdı. İlham Əliyev bunun da prinsipini Əli Kərimli ilə aparırmış. Çünki Mehriban Əliyeva Əli Kərimliyə aşiq olubmuş. Mehriban Əliyeva qəhrəman kişilərə aşiq olur bəzi hallarda. Çünki ətrafı əri daxil hamısı petuqdur. Yadınızda mən bunu 6 il bundan qabaq demişdim, mənə bəziləri güldü. Mehriban Əliyeva Əli Kərimli ilə isti münasibətdə yatağa girməyə qədər can atırdı Mehriban Əliyeva. Amma Əli Kərimli itə tama salmır. Mehriban Əliyeva Əli Kərimlini sevib yatağa girmək istəyib. O ne deyirsən çıxarır ki, dünyanın bir qütbünü Lukashenko'nun yatağa girib ələ alan, o biri dünyanın bir qütbünü də Netanyahu'nun yatağına girərək ələ alan Mehriban Əliyevadan nə deyirsən gözləmək olar? İlham Əliyev bunun da prinsipini Əli Kərimli ilə aparır. Mənim arvadım deyir Mehriban, niyə sənə məktub yazmalıdır, səni sevməlidir? Bu dəqiqə deyir, Dövlət Təhlükəsizlik Xidmətindən hamı Mehribanın Əli Kərimliyə yazdığı məktubdan danışır. Dövlət Təhlükəsizlik Xidmətinin əməkdaşları Əli Kərimlidən soruşublar ki, bəs niyə indiyə kimi bu mövzunu efirdə işıqlandırmamısan? Əli Kərimli də deyib ki, mənə nə o məktub, nə də o qadın maraqlı deyil. Bugün Dövlət Təhlükəsizlik Xidmətinin işçiləri və qrupun başında DTX generalı Ceyhun Şadlinski olmaqla gediblər Ramiz Mehdiyevin evinə. Ramiz Mehdiyevin evində axtarış etməyi istəyiblər. Dövlət Təhlükəsizlik Xidmətinin işçiləri Ramiz Mehdiyevin villasının qapısını döyüb içəri girsə də, Ramizin mühafizəçisi Dövlət Təhlükəsizlik Xidmətini döyüb qovalayıb. Hətta deyir, general Şadlinskini də, Ceyhun Şadlinskini də döyüb qovalayıb Ramiz Mehdiyevin mühafizəçiləri. Və DTX işçilərini qovublar villadan DTX işçilərini. Fikir, Ramiz Mehdiyevi toxunanmırlar. Ramiz Mehdiyevi dindirənmirlər, yoxlayanmırlar. Amma bütün məmurları Ramiz Mehdiyev adından soyurlar. Məmurlara bağlı iş adamlarını, hamını, eks-məmurları, müxalifəti, hamını soyurlar, hamını minməyə çalışırlar Ramiz Mehdiyev. Dünya mətbuatı, Washington Post, New York Times və digər dünya mətbuatı İlham Əliyevin Əli Kərimlini həbs etməsini repressiyanın bir hissəsi adlandırır. Və dəyərli vətənlərim, Natiq Adilov paylaşır, AXCP-nin deməli mətbuat şurasının katibi. Yazır ki, vəkillərin məlumatına görə Xalq Cəbhəsinin sədri Əli Kərimliyə dövlət çevrilişi ittihamı elan edilibdir. Məsəkə, istintaq hərəkətləri sabah davam edəcək. Özlərini meymunluğa qoyublar, heç nə. Azərbaycan dövləti ilə, xalq ilə belə qeyri-ciddi rəftar edən sülalə laubüt sonunu yaxınlaşdırır. Yəni, sonra burada müxtəlif Washington Post və bir neçə dünya mətbuatının, mediasının Əli Kərimli barədə görürsünüz paylaşımlarını, dünya mətbuatı artıq hamısı Əli Kərimli paylaşırlar, İlhamın götünü paylaşırlar. Səbirli olun. Bu da baba, mən deyəni, ala bax, mən deyəni birbaşa daxil, biz devlətin içində Əli Kərimli sevənlər də var, məni sevənlər də var. Bax, mən deyəni artıq Əli Kərimli paylaşırlar, mətbuat paylaşdı, bax, ala. Sürməyə, baxına, siyirmə, yəni sürməyə Ramiz Mehdiyevin məktubu deyilən bir qondarma bir şey qoyub, sonra da tapdılar, ala baxın. Ala baxın, siyirməyə Ramiz Mehdiyev məktubunu qoyub, sonra da güya tapdılar. Dəyərli vətənəm, görürsünüz. İndi çox dəhşətli nələrsə gözləyirəm, sözün açığı partlayış gözləyirəm. Nəsə partlayış olacaq. Çox böyük nələrsə olacaq, artıq BBC-də, aləm BBC-də başlar. Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədri Əli Kərimli, partiyanın rəyasət heyətinin üzvü Məmməd İbrahim, partiya üzvləri Faiq Əmirli, Fariz Əlizadə, Salih Rüstəmli və Kərimlinin mühafizəçisi Ruslan Əmirov saxlanılıblar, yaxınları bildirir. Əli Kərimli və Məmməd İbrahimin evində axtarış aparıldığı bildirilib. AXCP-dən BBC-yə deyiblər. AXCP Əli Kərimlinin və digər partiya üzvlərinin saxlanması ilə bağlı yaydığı bəyanatında partiya liderinin həbsini sırf siyasi motivlə adlandırıb. Müxalifət üzvləri hazır ol, inqilaba hazır olun. Bu Avropa, Amerika bunu belə qoymayacaq, Britaniya. Dəyərləmədən xalq da yetişib, ağlınızı verməyin, o başqa ölkələrə verməyin, nə bilim, o Türkiyəsi də verməyin. Biz inqilabçı ruhlu insanlarıyıq. Ağlınızı verməyin. Üstəlik, İlham Əliyev, necə deyərlər, ölkəni əyri-qoyub düz qayıqdır. İlham Əliyev hər evə bəla gətirdi. Azərbaycan xalqı zəncir gəmirir. Məsələn, ya ölməliyik, ya öldürməliyik. Qutardı getdi. Hazır olun. Belə getməz. Belə
Çox getməz, vəziyyət çox gərgindir. İlham Əliyev tutur bu cəbhəçiləri. Bu gün tutulan cəbhəçilərdir və bunların biri yoxdur burada. Ruslan yoxdur burada, Ruslan deyəsən. O Ruslan iki qardaş da Əmirov, bir də o birisi. Ruslan Əmirovdur, bir də o biri qardaşıdır. Mən bilən Ruslanı da tutdular, həbs elədilər. Qardaşını da deyəsən, Ruslanı niyə tutdular ki? Ha? O neydi? O da Ramiz Mehdiyevdən öpüşüb görüşürdü. Ha, uğraşlar. Baxaq. Dostlar, vaxtınıza gəliblər. Bu maşındır. Evimizdə çəkirlər bayaqdan. Bir dənə də qara cip evin kilində dayanıb. Bu maşında içi doludur. Ruslanın arxasıyla gəliblər. Amma Ruslan evdə yoxdur. Bizim evimizi çəkirlər. Baxın. Qəhbələrə baxın, gəliblər. Hamısı komanda ilə hərəkət edir. Birbaşa İlham Əliyev. O da tipə baxın. Tipə o dalda adam. Bir dənə də maşın o yandaydı. Biri də o yanda. 3 dənə. Qara cipliydi. Bu 3 dənə maşınla gəlibsiz. Üçü də dolu. Üçü də dolu maşınlar. 3 maşında 15-20 nəfər əli silahlı idmançılar var. Bu Ruslan Əmirovu kim tutasıydı, kim ona dəstək olasıydı. Bu qədər qorxu nəyə lazımdır? Bu qədər türkülük, göt verənlik nəyə lazım idi? Bu qədər şov qurmaq nəyə lazım idi? Miladicə çağırsanız gəlməyəcəkdi. Uçaçkov getsə türk qabağıma getməyəcəkdi. Nə göt verən adamsınız siz? Əliyev hakimiyyəti. Qara plyonka da arxa bilinmir. İçi doludur yəqin ki. 90 AL 505 Hyundai marka. Mənim evdə xəttə uşağım var. Bu dəqiqə buradan bilmirəm nələr eləyəcəm. Mən hazırlaşırdım evdən çıxım. İşim var idi, diş həkimine gedirdim. Gördüm ki artıq dökülüşüblər bura. Çox idi. Hamısı gedib evin tinində orada dayanıblar. Maşınlar. Bir dənə bu maşın buradadır. Baxın dostlar, qapıya gəliblər. Baxın hücum edir. Qəhbələr gəlib, qəhbələr. Baxın neçə nəfərdir. Nəyə görə gəlmişsiniz? Hə? İşığı kəsməklə deyilsiniz. Nəyə görə gəlmişsiniz? Qəhbələr gəlib. Hamısı onlardır. Görürsünüz nə qədər qəhbələr gəlib. İt ki kürsəyə yığılır, it. Qancıq it. Görürsünüzmü nələr baş verir? Bir dənə adamın üstünə 15-20 nəfər hücum çəkir. Deyib ki, hətta rejim onun üçün uzun müddətli həbs də müəyyən etsə, o onun çıxdığı yola təsir göstərməyəcək, əqiqətdaşları, cəbhəçiləri onunla birlikdə mübarizəni sona qədər davam etdirəcək. Bəlli edim ki, əziz tamaşaçılar, Azərbaycan hakimiyyətinin lap köhnələrdən belə bir xüsusiyyəti var. Siyasi həbsləri, repressiyaları adətən bunlar şənbə günündə həyata keçirir. Yəni bu şənbə günü həyata keçirilən həbslər siyasətçilərə qarşı ilkin indikatordur ki, bu işin arxasında hüquq dayanmır. Götürüb tarixdən axtara bilərsiniz, araşdıra bilərsiniz. Nə qədər jurnalistlər, nə qədər siyasətçilər məhz şənbə günü həbs olunurdu. Buna görə də bəzi bizim dostlarımız qara şənbə elan eləmişdi Azərbaycanı ki, bütün qara işlərin Azərbaycan hakimiyyəti şənbə günü seçir. Sual yarana bilər bəzi bilməyən dostlarda ki, niyə görə şənbə günü? Çünki həmin günü diplomatik korpusun, beynəlxalq təşkilatların çoxu istirahətdə olur, işləmirlər, medianın çoxu işləmir və beləliklə istəyirlər ki, belə tülkü kimi heç kimin gözü sezmədən, bilmədən bu işi görsünlər. Amma bihudə, bunların başı həqiqətən də 18-ci, ən yaxşı halda 19-cu əsrin əvvəlində qalıb. Bilmirlər ki, indi hansı dövrdür, internet dövrüdür. Bütün zamanlarda adamlar oyaqdılar, bir-biri ilə xəbərləşə bilirlər və buna görədir ki, elə dünən bu hadisələr şənbə günü cərəyan etməsinə baxmayaraq geniş rezonans yaratdı. Və dünənləri mən bütün sosial şəbəkənin və buradan o adamlara minnətdarlıq edirəm. İstər cəbhəsi olsunlar, istər qeyri-cəbhəsi olsunlar. Xalq cəbhəsinə qarşı, Milli Şuraya qarşı başlanmış bu repressiyaya aydın, dəqiq münasibəti üzə çıxdı. İndi də Paşayevlərə Putin daşacağını yedizdirir. Bir baxın, dəyərlənməklə. Yenə başlayıblar. Baxın dostlar, baxın dostlar. Bax, bunu vitse-prezident eləyən Putin idi. İndi isə baxın. Özgə vaxtı Rus agenti axtarırlar. Baxın, ala, Mehriban Əliyevdən böyük, İlham Əliyevdən böyük Rus agenti varmı? Ağza baxın ağza. Ağza baxın ağza. Gözə baxın gözə. Ala baxın. Rus agenti axtarırsınız. Ala baxın. Baxın dəyərlənmədən Rus agentinə. Baxın. Rus agentlərinə. Alo.